Azərbaycanın uğursuz filmlərindən biri olan Təsadüfi Görüş filmi haqqında məlumat. Film 1999-cu ildə çəkilmişdi. Filmdə Tamara adlı şəxslə Murad neçə illərdən sonra görüşürlər. Tamara onu tanıyır, lakin Murad onu tanısa da tanımamazlığa qərar verir. Tamara ilə Murad neçə illər öncə sevgili olurlar və daha sonra ayrılırlar. Artıq Tamara ailəli bir qadın olur və filmin gedişatı qaranlıq qalır. Film heç bir uğur qazanmır. Səbəbi isə budur ki, filmin mövzusu açır-aşkar göstərilmir. İkinci səbəb isə budur ki, filmin qısametrajlı olmasıydı. Çünki film əgər tametrajlı film olsaydı, film daha da maraqlı və baxımlı olardı. Filmin final səhnəsində tamaşaçıya qaranlıq qalır. Çünki Murad heç bir səbəb olmadan intihar edir və ölür. Və tamaşaçıya qaranlıq qalır ki, niyə görə filmin sonunda Murad özünü öldürür. Bu filmdə Fuad Paladov, Sənubər İskəndərli kimi güclü aktyorlar rol alsa da, hər bir halda film ən uğursuz filmlər siyahısındadır.